Artıq evdən çıxdım və gedirəm. Hava çox istidir bu arada. Ya hansı ağımdan saçımı açıq qoymuşam. Şu an peşmanam. Həqiqətən çox istidir. İndi gedirəm dayanacağa. Amma dayanacağa getmədən qabaq dəftərim bitib. Məcbur. Gedirəm dəftər alım. Oradan sonra da minəcəm. Avtobusuma əslində mən buradan 2 dənə avtobusa gedirəm. İndi minəcəm avtobusuma, düşəcəm yenə bir dayanacaqda. Sonra yenidən bir avtobusa minəcəm. Və sonra düşəcəm dayanacaqda. Gedəcəm hazırlıq. Məktəbdə çərəm. Dəftərimi aldım, çıxdım. İndi gedirəm dayanacağa. Mən 15 dəqiqə qabaq çıxdım ki, keçən dəfə də rahat-rahat çıxdım. Amma sonra gəldim qələm almağa, gecikdim. Növbə çoxdur, cəmaət gəlib alır da. İndi gedim yenə birdən gecikirəm, ona görə 15 dəqiqə tez çıxdım. Amma çox tezdir. İndi gedirəm dayanacaqda gözləyəm. Saat 10'a qalır 10 dəqiqə. Mən saat 10'da hazırlığa girməliyim ki, başlayırdı hazır. Aslında çox tez gələcəyimi düşünmüşdüm. Tam vaxtında gəldim ya, normalda da belə 10 dəqiqə tez gəlirəm. Gözümə qum doldu. Artıq çatıram. Bir də hazırlıqdan çıxanda açacağım kameranı. Vloga da orada davam edəcəm də. İnşallah ki, yadımdan çıxmaz davam eləmək. Mən biraz B12'si əksik biriyəm. Nəysə. Çatdım. Bay bay. Hələlik bay bay. Deməli çıxdım. İndi gedirəm. Burada bir dənə yer var. Simit falan satırlar da. O qədər xoşuma gəlir ki, buranın simiti. Hər dərsdən çıxanda buradan gəlib alırdım. Yəni bir ildir ki, hazırlığa gəlirəm. Hər bir ildir bura gəlirdim. İndi gedirəm yeni simit almaq. Çünki çox özləmişəm o simitin dadını. Alım çıxım. Seçəcəm, davam edəcəm. Yox oymuş simit. Çox sevinmişdim ki 2 həftə sonra yenidən bu simitdən yeyə biləcəm. Amma yemədim. Cem dönər alım onunla. Çünki acam, evə kimi dözəm yeyəcəm. Evə gedən kimi yatacam da, yəni mən normalda belə bir gün mən məktəbə gedirəmsə, dərsə, həmin gün evə gələndə 4-5 saat yatıram. Bəli. Təsəvvür edin ki, saat 2-də evə gəlirəm. Bir 3-ün yarısı falan evə çatıram da. Bilirsiniz, uzaqdır mənim məktəbimdə. 2 yarısı çatıram. Gəlirəm, yatıram. Axşam saat 8-9-u ancaq dururam. Elə də olur ki, axşam saat 11-dən mən uyuqca batur dəstər belə. Ana da mənlə birdə yatır. Amma var ya, dünənki hazırlıq olan gündə, yəni hazırlıq olan gün 5-in yarısı çıxırdım. Ona görə çox da yata bilmirdim. Amma yatırdım yenə də. Nəysə, gedim indi dönər alım. Aldım dönərləri. Mən tək yeyə bilmirəm. Mən gidimsə görə evdəşlərə də alım. Niyə? Çünki əgər bilsəm ki, onu tək mən yeyirəm, boğazımdan keçməyəcək. Bilmirəm, çox qəribə bir xasiyyətim var. Evdə də bir yemək yeməmişdən hamıdan 20 dəfə soruşuram ki, yeyirsiniz, bax dəqiq olsun, yiyəcəm, sonra boğazımda qalar, sonra yeyə bilmərəm. Düşmüşəm avtobusdan, gedirəm evə artıq. Şükür ki, amma bir şey var ki, yəni həqiqətən yay günündə hazırlığa getmək, ya hazırlıqda gitməliyik, kondisionera qədər boşluq da. Amma aşırı istidir, yəni o qədər istidir ki, kondisionera biraz fayda eləmir də. Yayda həqiqətən hazırlıq keçmək 2 saat, sənə 4 saat kimi gəlir. O qədər belə qəribə isti var, bezdirici isti var şeydə. Evə gedən kimi anam əgər durubsa kondisioneri qoşacam. Durmayıbsa məcbur pəncərə açıq qalacaq. Tezdən hazırlığa.
Saat elə 12-dir. Gecə də gec yatmışdı. İnanmıram anam elə durar. Nəysə. Vloqunu sonlandıracağım birazdan. Artıq suç evə satmışam. Bu bir hazırlıq vloquydu. Liftdə və yaxud da evdə sonlandıracağım. Çatdım. Qapını da açıram. Bu dəfə kombinimi göstəreyim. Belə. Altıda da düşürələ. Nəysə, vlogumu sonlandırım. Artıq gəlib çatdım evə, demək olar ki, liftdəyəm. Vlogum bu qədər idi. Videomu dayandırdım. Dedim birdən liftdə kimsə olar. Vlogum bu qədər idi. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Bəyənib, takip atsanız daha da sevinərəm. Sağ olun. Hər zaman əlimdə bir krok olmalıdır.